Bugün qeyri-etik davranıb, kobud davranıb, dürüst olduğunu düşünən insanlar haqqında danışmaq istəyirəm. Məsələn, əgər bir insanı bəyənmirsinizsə və bir insanı bəyənmədiyinizə görə onunla çox da yaxınlıq eləmirsinizsə, yalandan xoş sözlər demirsinizsə, ay mən səni çox istəyirəm, mən səni bəyənirəm, sən eləsən, sən beləsən demirsinizsə, sadəcə nəzakət səviyyəsində məsafənizi qoruyursunuzsa, bu sizin ikiyüzlü olduğunuz mənasına gəlmir. Sadəcə tam tərsi dürüst şəkildə hiss etmədiyiniz yaxınlığı yalandan göstərmədiyiniz mənasına gəlir. Ki mən özümü çox dürüst biri sayıram, amma mən də həmişə belə davranıram. Amma əgər bəyənmədiyiniz insana random olaraq gəlib deyirsinizsə ki, mən səni bəyənmirəm, sən hələsən, sən beləsən və ya sizdən o fikrini soruşmur hansısa mövzu haqqında, öz fikrinizi deməyə başlayırsınızsa ki, sən də belə edirsən, sən bu yaraşmır. Sən də belə insansan, falan hərəkətin belədir, məncə belə eləmək belədir, elədir filan. Bu artıq dürüstlük deyil. Bu artıq nəzakətsizlik, etikasızlıqdır və bəzi insanlar sırf kobud olduqlarına görə dürüst olduqlarını düşünürlər. Sırf onlardan soruşulmayan fikirlərini dilə alıb dediklərinə görə mən ikiyüzlü deyiləm deyirlər ki, çoxunluqla o insanların bir çox mövzuda ikiyüzlü olduğunu görürsüz. Məsələn, vəzifəcə özündən daha yüksək insanla ünsiyyətə keçəndə, işi keçməli olan bir insanla ünsiyyətə keçəndə bu saydığım hallarda çox da nəzakətli ola bilirlər. Bu qədər.